Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu günləri sizlərə Müşfiqabad qəsəbəsi məcburi köçkünləri yaşayış kompleksinin tam yaxınlığında 3 sot ümumi sahəsi olan qanuni 4 otaqlı həyət evimiz satışa çıxdı. Nəzərinizə çatdırmaq istəyirəm ki, qaz, su, işıq daimidir. İnternet xətti quraşdırılıb. Mənzildə təmirdən sonra çox az yaşayış olur. Avtomobil parkingi üçün yerimiz də vardı. Yaxınından marşrut xətti keçir. Bir daha nəzərinizə çatdırmaq istədim ki, qaz, su, işıq daimidir. Su çəni quraşdırılıb. Mənzildə təmirdən sonra çox az yaşayış olub. Plus mənzilimizin qarajda vardı. Həyətimizin giriş hissəsi kifayət qədər geniş ölçüyə malikdir. Qanuni 4 otaq. Həyət evimizin giriş hissəsi. Birinci gördüyünüz otaq mənzilimizin qonaq otağıdır. Dəyərindən çox ucuz qiymətə satışa çıxmışdı. Növbəti bir otaq mənzilimizin mətbəxi. Mətbəxdən eyvana çıxış da vardı. Növbəti bir otağımız. Sanitar qofrağı. Qaz, su, işıq daimidir. Pasiyanlı su xəttində işləv vəziyyətdədir. Növbəti bir otağımız. Əlavə məlumat üçün aşağıda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti bir otağımız. Bir daha nəzərinizə çatdırmaq istədim. Müşfiqabad qəsəbəsi Qaçqınlar şəhərciyinin tam yaxınlığında yerləşir. Ümumi sahəsi 3 sot, 4 otaq, 140 kvadratlıq həyət evi. Çox sağ olun, növbəti videolarda görüşənə qədər.